Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yeni təhsil ocaqlarının inşası və artıq istifadəyə yararsız olan təhsil müəssisələrinin yenidən qurulması istiqamətində gördüyü işlər davam edir. Bundan da fond dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək olaraq gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almasına töhfə verir. Bu ilki tədris ilində Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan və əsaslı təmir edilən məktəb və məktəbəqədər təhsil müəssisələri arasında Xətai rayonundakı məktəb də var. Tahir Bağırov adına 59 saylı tam orta məktəbin binası istifadəyə tam yararsız olduğuna görə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. 1384 yerlik məktəbdə müasir sinif otaqları, laboratoriyalar, informatik otağı, STEM mərkəzi, kitabxana, yeməkxana, akt və idman zalı istifadəyə verilib. Ümumiyyətlə, yeni tədris ilində paytaxtda 10 məktəbdə təmir işləri aparılıb. Bu il ərzində 10 məktəb, yəni Bakı şəhəri üzrə 10 məktəb təmir tikinti işlərindən artıq belə deyək, hazır olunub təhvil verilmişdi. 2 məktəbin açılışı bugün dediyim kimi baş tutub. 2 məktəbə qədər təhsil müəssisəsinin yəni təhvil verilməsi gözlənilir. Əlavə olaraq bir 100 məktəbdə ümumi olaraq təmir quraşdırma işləri aparılmışdı. Növbəti tədris ili ərzində də təxmini 25 müəssisədə müvafiq olaraq hansısa təmir, tikinti, bərpa, qurucu işlər aparılacaq.